Üçüncü sözümüz bizim İslam dünyasınadır. İslam dünyasına iki dənə söz deyə bilərik. Birin şiələrə və sünnülərə üzümüzü tutaq onlara. Onlara deyək, gördünüz Amerika sizi nə günə qoydu? Hələ inanmayıbsınız, hələ ayılmayıbsınız. Gördünüz sizin özəlüzünən necə öz dəfinələrinizi, abidələrinizi, məcidlərinizi, yollarınızı, vağzallarınızı, aeroportlarınızı hamısını vurdu, dağıtdı. İraqda nə qoydular qala? Qəbirlərə cəm partladıblar. Yəməndə nə qoyublar qala? Ambarlara can vurublar, buğda ambarlarına can vurublar, su ambarlarına can vurublar. Kim vurub? Kimin əli ilə vurub? Görmürsünüz müsəlmanlar. Görmürsünüz ki sizin başınıza nə oyun gətirdilər? Hani məcidləriniz? Hani ziyarətgahlarınız? Hani abidələriniz? Hani meydanlarınız? Hani parklarınız? Hani aeroportlarınız? Hamısını vurdular, dağıttılar. Silahın satdığı müsəlmanlara, pulun aldı qoydu cibinə. Müsəlmanın öz pulu ilə, Amerikanın silahı ilə vurdu bir-birlərini öldürdülər. Müsəlmanların əli ilə. Müsəlman gəncilərin əli ilə. Şiənin məcidini yandırdı, dedi bunu sünnülər eləyib. Sünnülərin məcidini yandırdı, dedi bunu şiələr eləyib. Birinci İslam dünyasının Məsihiyyət ilə qarşı-qarşı qoydu. Karikatur çəkdilər, partlatdılar, təhqir elədilər Peyğəmbərə. İslamla Məsihiyyətin içində problem yaratdılar. İkincisi, müsəlmanların şiə sünnünün arasında bu işi gördülər. İndi biz görürük, ay əhli sünnət, ay İşid, ay Ən-Nüsrə, ay Əl-Qaidə, ay Taliban, bilin başınıza papaq keçib. Bilin sizi əzaq eləyib, ayağın sizin boynuza qoyub istədiyi yerə keçib. Siz onun ayağının altında qalıbsınız. Elə bilirsiniz, cihad eləyirsiniz. Müsəlmanları öldürürsünüz, elə bilirsiniz, cənnət qazanırsınız. Elə bilirsiniz, sizə huri verəcəklər. Sizə dünyanı ot eləyib, qiyaməti də sizə cəhənnəm eləyib. Dünyozu da alıb, ahirətüzü də alıb. Üzümüzü onlara tuturuq. Deyirik, gəlin, bir-birinizə lənət oxumayın. Sünni qardaş şiəni mındar bilməsin. Şiəni müşrik bilməsin. Şiəni yolundan azan insan bilməsin. Onların fətvaları şeytanların fətvalarıdır. Qardaşlığınızı saxlayın. Şiə qardaş onları təhqir eləməsin. Onlara söğüş deməsin. Onlara lənət deməsin. Əl versin, görüşsün, öpsün. İmam-ı Sadiq zamindir. Əgər əlin onun əlinin içində olsa, nə qədər əlin onun əlinin içindədir, payız yarpaqları kimin necə ağaçdan tökülər, Həzrət buyurdu, o cür günahlar tökülər. Bax, bu səmimiyyəti onlar pozdular. Həzrət buyurdu, əgər oturursunuz bir-birinizlə, gələcəyinizə fikirləşirsiniz,
talihüzə aid qərar qəbul eləyirsiniz. Vahənli tilkəl məcalis. Kaş mən də o məclislərdə olaydım. Bu ağıllı sözdür ki, əgər deyələr vəhdət eləyin. Bu ağıllı sözdür əgər deyələr Şiə sünni qardaşdır. Hər kəs desə lənət oxuyun, Ayşə xanımı təhqir eləyin, xəlifələri təhqir eləyin, onlara deyələr imamları təhqir eləyin, müştəhidləri təhqir eləyin. Müştəhid də bu sözü desə səhv eləyir deyir. Alim də bu sözü desə səhv eləyir deyir. Cahil də bu sözü desə səhv eləyir deyir. Çünki bu söz bugün Amerikaya xidmət eləyir. Bu söz İsrailə xidmət eləyir. Bax, bizim sözümüz budur. Biz demirik aləmi bıraq bir-birinə. Biz demirik aləmdə ixtişaş yaradırıq. Biz demirik aləmdə münaqişə yaradırıq. Biz aləmin əmniyyətin, sülhün, izzətin, vəhdətin, qardaşlığın istiririk və üz tuturuq Amerikaya, xainlərə, onları xain bilirik biz, onlardan ümidimiz yoxdur. Amma sünni qardaşlarımıza, Şiə qardaşlarımıza, Amerikanın pulu ilə sünni kanalı açanlar, Şiə kanalı açanlar, onlar bugün İsrailə xidmət eləyir. Şiəsi də İsrailə xidmət eləyir, sünnisi də İsrailə xidmət eləyir. Bəyə bu pis sözdür. Əli əleyhissalam dedi, mən vəhdətə görə getdim 25 il dayandım, onlarla namaz qıldım, müharibələrində də balalarımı da göndərdim. Sən Əlidən qabağa düşübsən. Bəs siz yazan tarixlərdə yazmırsınız ki, Əmirul Möminin Maliki Əştəri göndərdi, ikinci xəlifə müharibə aparanda, getdi ikinci xəlifəni kömək elədi. Bəs bugün indi o vəhdət lazımdır. Bizim sözümüz Şiiyə də budur, Sünniyə də budur. Dünya bilsin biz ağıllı söz deyirik. Dünya bilsin biz sülh istiririk, əmniyyət istiririk, asayiş istiririk. Heç ölkəni istəmirik qarışa, amma zülmü də istəmirik. Ağıllı olun, gəlin hakimiyyət eləyin. Ağıllı olun, gəlin meydandarlıq eləyin. Bu bizim onlara sözümüzdür. Quranın bayrağının altında, Əhl-i Beytin bayrağının altında, necə Peyğəmbər axir dəqiqəsində dedi, Quranla Əhl-i Beyti sizə tapşırıram. Hamı firqələrdən bunu qəbul edir. Gəlin bugün Quranla Əhl-i Beytin bayrağının altında qardaş olaq, cəmaat namazı qılaq, təvaf eləyək, Ərəfata gedək, Minaya gedək, Amerikanın qarşısında dayanaq, İsrailin qarşısında dayanaq. Nədir gedibsə Amerikaya quyruq olubsan? Nədir gedibsən İsrailə quyruq olubsan? İsrailin qüdrəti olsaydı 33 gün müharibəsində 1000 nəfər Hizbullaha qalib gələrdi, əgər qüdrəti olsaydı.